Bu üç təlimin səbəbi nədir? Üç təlimin səbəbi, bilirsiniz, üç təlim bir yumurtanı fərqli tərəflərdən sındırma kimi bir şeydir. Mən o vaxtı kompüterli salon idarə edirdim, bu İqravoy salonu, Sony dövrü var, 98-ci il idi. Mən özüm İqramaram, uşaqlıqdan çox oynayacağım. Amma bir məqamda dərk elədim ki, oyunun hətta birinin daxilində də çox gedəndə stil itmir də, eyni stil olur, o məni yorur. Yəni eyni stil belə görmək istəmirəm. Və onun üçün oyunlarda müəyyən dövrdən sonra hansısa bir başqa oyun axtarış var. Düşünürəm ki, o mənim içimdə qalır və bu üç təlim, üçü də fərqli təlimdir və üçündə də təlim fərqli deyil, mən belə fərqliyəm. Yəni təlimlərin üçünün xarakteri insanın oyanışı üçün ona üç tərəfdən dəyməkdir. Onun görmə prosesini yaratmaqdır, onun oyanma prosesini yaratmaqdır, o özünün həyatdakı yerini möhkəmləndirmə prosesini yaratmaqdır. Amma bu üç fərqli tərəfin təsirindən yaranacaq o partlayışdır, o sıçrayışdır düşünün. Onda belə çıxır ki, iştirakçılar da hər dəfə eyni olsa belə fərqlidirlər. İştirakçılar eyni olsa deyəndə zaten hər təlim keçdikcə insan dəyişir. Çünki bu özü bir keçid təlimləridir və insan artıq təlimə gəldiyi kimi olmur. İstənilən halda da həmişə də yeni insanlar var və insanlar nə qədər çoxalırsa, nə qədər fərqləşirsə, nə qədər inkişaf edirsə, təlim də o qədər inkişaf edir, o qədər fərqli olur, o qədər də yenilik gətirir insana.